Herkese salam. Yine çok maraqlı mövzuyla sizin qarşınızdayım. Bugünkü videomuzda tələbələrin danışıqda ən çox buraxdığı səhvlər haqqında danışacağıq. Tələbələrin danışıqda ən çox çaşdığı yer məhz qoşmalardır. Harda v qoşmasını işlətmək lazımdır, na qoşması, izli, sıdı, yəni ən populyar olan qoşmalar sırf bu qoşmalardır və bugünkü videomda mən məhz bu qoşmaların mənaları haqqında danışacağam. Gəlin başlayaq bu və na qoşmalarının mənalarından. Çox asan bir qaydası var. Deməli, nə vaxt biz v qoşmasını işlədirik? Rебята, запомните. Rus dilində bütün bağlı yer və məkan var. Yəni любой yer olsun, məkan olsun, даже deyim ki, içi bağlı olan любой əşya olsun, məsələn üçün çantanın içi olsun, kaşlyokun içi olsun, məsələn üçün şkafın içi, xaladilnikin içi. Yəni любой bağlı yer və məkan, içi bağlı olan любой əşya Rus dilində v qoşması ilə işlənir. Например, pendiri xaladilnika qoy. Поставь сыр в холодильник. O məktəbə gedir. Он ходит в школу. O universitetə qəbul olub. Он поступил в университет. Mən banka gedirəm. Я иду в банк. Mağazinə gedirəm. Я иду в магазин. İndi isə keçək v qoşmasının ikinci mənasına. Rus dilində bütün şəhər, ölkə, kənd, rayon və eyni zamanda şəhər adları, ölkə adları, rayon, kənd adları hamısı Rus dilində v qoşması ilə işlənir. Mən Amerikaya getmək istəyirəm. Я хочу поехать в Америку. Nyu-Yorka getmək istəyirəm. Я хочу поехать в Нью-Йорк. İndi isə gəlin öz rayon adlarımızı cümlədə işlədək. Mən sabah Qubaya gedəcəm. Завтра я поеду в Губу. Yayda biz Qusara getməyə planlayırıq. Летом мы планируем поехать в Гусар. İndi isə gəlin hələ rayon sözünün özü ilə cümlə quraq. Rayon hələ ruslarda da rayondur. Biz rayona getmək istəyirik. Мы хотим поехать в район. Все, легко и просто. İndi isə keçək na qoşmasının mənalarına. Deməli, na qoşmasının ən çox istifadə olunan mənası və məhz bu mənasında da demək olar ki, 90% tələbələr səhv buraxır. Bu hansı mənasıdır? Deməli, rебята, bayaq qeyd etdim ki, Rus dilində bütün bağlı yer və məkanlar v qoşması ilə işlənir. Bir də var, isim yer və məkanı bildirmir, yer və məkan getmir. İsim iş və prosesi bildirir. Bu hansı isimlərdir? Bu məsələn, gəlin iki cümlə götürək. Mən işə düzəlmişəm və mən şirkətə düzəlmişəm. Mən deyəndə ki, mən işə düzəlmişəm, mən orada iş yerimi qeyd eləmirəm. Правильно? Просто deyirəm ki, yəni mən işə düzəlmişəm. Yəni bu nə mənaya gəlir çıxır? Что mənim artıq işim var, mən işləyəcəm. Yəni prosesdir bu. Amma siz deyəndə ki, mən şirkətə düzəlmişəm, yəni məsəl üçün banka düzəlmişəm, məktəbə düzəlmişəm, burada siz iş yerinizi qeyd edirsiniz. Deməli, mən işə düzəlmişəm deyəndə iş, работа burada na qoşması işlənəcək. Я устроилась на работу. Amma deyəndə ki, məsəl üçün mən banka düzəlmişəm və yaxud da ki, məktəbə düzəlmişəm, burada уже v qoşması ilə işlədirsiniz. Я устроилась в банк, я устроилась в школу. Yəni, əgər isim iş və prosesi bildirirsə, yəni yer və məkan getmir, hərəkəti bildirir o, işi, prosesi bildirir. İşləmək mənasında, nəsə etmək mənasında. O zaman biz həmin isimləri na qoşması ilə işlədirik. Я устроилась на работу. Mən işə gedirəm, yəni işləməyə gedirəm. Я иду на работу. Və yaxud xanımların bildiyi salon prosedurlar. Məsələn, siz demək istəyirsiniz ki, mən sabah pediküra yazılmışam. Pedikür yer və məkan getmir ki, pedikürü edirlər. Я завтра записана на педикюр. Я завтра записана на маникюр или на лазер. Amma siz desəz ki, mən sabah salona gedəcəm, salon уже yer və məkan gedir. Burada уже v qoşması işlədəcəksiniz və deyəcəksiniz ki, я завтра пойду в салон. Значит, я записана на лазер, но завтра я пойду в салон. Gəlin bir primer daha çəkək. Например, məşq, trenirovka, bir də zal. Yəni, idman zalda deyə bilərik, prosta zalda deyə bilərik də. Məsəl üçün, mən deyirəm ki, mən məşqə gedirəm. Məşqə, yəni məşq etməyə gedirəm də, bu prosesdir. Yer və məkan deyil ki, məşqi hardasa edirlər. Вот именно, məşqi edirlər, bu prosesdir. Значит, как мы переведем это предложение на русский язык? Я иду на тренировку. Bəs yaxşı, mən zala gedirəm, zal уже yer və məkandır. Yəni, zalda məşq edirlər də, zala gedirəm məşq etməyə. Я иду в зал. Значит, я иду на тренировку, но я иду в зал. İndi isə bir cümlə deyəcəm. Bu cümləni siz özünüz rus dilinə tərcümə edin. Görək neçə nəfər düzgün tərcümə edəcək. Mən dərsə gecikirəm. Burada dərs, urok v qoşmasını işlənəcək, yoxsa nə?
cavablarınızı şərh bölməsində gözləyəcəm. İkinci tələbələrin ən çox buraxdığı səhv. Harda moy, harda maya işlətmək lazımdır. Və mən daha deyərdim ki, bu səhvi məhz Sovet dövrünün insanları və Rusiyaya rus dilini bilmədən, yəni rus dilinin qrammatikasını bilmədən gedib yaşayan insanlar buraxır. Yəni imенно bax bu yerdə harda moy, harda maya işlətmək lazımdır. İmенно bax bu kateqoriyaya aid olan insanlar bu səhvi buraxır. Məsələn, mən deyirəm ki, bu mənim telefonumdur da. Mən deyirəm ki, это мой telefon. Qarşımdakı insan mənə çönüb deyir ki, necə yəni moy telefon? Sən mən kişisən ki, sən orada moy deyirsən. Maya telefon olmalıdır. Əgər kişi deyirsə moydur, qadın deyirsə mayadır. Məsəl üçün, например, əgər mən deyirəm ki, məsələn, bu mənim çantamdır da. Mən indi qadın olduğum üçün deyəcəm ki, это моя sumka. Amma kişi desəydi, deməli idi ki, это мой sumka. Və bu çox kobud səhvdir. Rебята, qətiyyən bu düşüncə ilə yanaşmayın. Biz rus dilində heç vaxt yəlik əvəzliklərini, yəni moy, maya əvəzliklərinin cinsini şəxsin cinsindən təyin eləmirik ki, kişi deyirsə moy deməlidir, qadın deyirsə maya deməlidir. Biz rus dilində yəlik əvəzliklərinin cinsini mənsubluq bildirən ismin cinsinə uyğun təyin edirik. Məsələn, mən deyirəm ki, bu mənim çantamdır. Biz burada baxmırıq ki, bunu kişi deyir, yoxsa qadın deyir. Biz burada baxırıq ki, çanta, sumka hansı cinsli isimdir? Qadın cinsli isimdir. Avtomatik ki, maya işlətməliyik. Это моя сумка. Это моя ручка. Это моя книга. Но это мой стакан. Çünki stakan burada mənsubluğu bildirir və kişi cinsli isim olduğu üçün поэтому мы там скажем мой. Это мой стакан. Это мой телефон. Это мой номер. Yəni şəxsin cinsinə qətiyyən fikir vermirsiniz, rебята. Eyni qayda digər yəlik əvəzliklərinə də aiddir. Например, siz sual vermək istəyirsiniz ki, bu sənin telefonundur. Fərqi yoxdur, siz bu sualı kişiyə verirsiniz, yoxsa qadına verirsiniz. Вы там скажете, это твой телефон. Əgər mənsubluq bildirən isim kişi cinsində işlənibsə, deməli biz твой yəlik əvəzliyindən istifadə edəcəyik. Это твой телефон, это твой стакан, это твой şokolad, это твой торт. Lakin əgər mənsubluq bildirən isim qadın cinsində işlənibsə, o zaman уже твоя yəlik əvəzliyindən işlədirik. Например, это твоя sumka, bu sənin çantandır. Это твоя ручка, это твоя карта. Yəni, rебята, mənsubluq bildirən ismin cinsini ilk öncə təyin edirsiniz. O hansı cinsdə işlənibsə, yəlik əvəzliyi də həmin cinsdə işlənir. Və çalışın bu tip cümlələr çoxlu qurun ki, уже fikirləşmədən avtomatik bu tip cümlələrə rahat danışıqda istifadə edə biləsiniz. Üçüncü, tələbələrin ən çox buraxdığı səhv. Tələbələrin Azərbaycanla rus dilinə hərfi-hərfinə sözbəz tərcümə etmə çabası. Yəni, tələbələr elə düşünürlər ki, Azərbaycanla rus dili eyni dildir və onların ikisinin də eyni qaydaları və eyni qrammatikası var. Yəni, Azərbaycan dilində hansı halda işlənibsə, rus dilində də həmin halda işlənməlidir. Azərbaycan dilində əgər bu qaydada işlənibsə, rus dilində də mütləq bu qaydada işlənməlidir. Və çalışırlar ki, sözbəsöz hərfi-hərfinə tərcümə eləsinlər. Alınmayana da deyirlər ki, ayda, necə belə alındı, rus dili necə çətin dildir. Mən burada sözbəsöz tərcümə edirəm, amma düzgün tərcüməsi çıxmır. Rебята, siz ilk öncə onu dərk eləməlisiniz ki, Azərbaycanla rus dili tamamilə fərqli dillərdir və onların tamamilə fərqli qaydaları və fərqli qrammatikaları var. Yəni, elə bir şey yoxdur ki, əgər məsələn üçün isim Azərbaycan dilində yəlik halda tutaq ki, işlənib, rus dilində də gərək yəlik halda işlənsin, ya yönlük halda işlənibsə, rus dilində də yönlük halda işlənsin. Onların tamamilə fərqli qaydaları var. Və siz ümumiyyətlə, əgər rus dilini öyrənirsinizsə, gərək Azərbaycan dilini qoyasınız tamamilə bir kənara. Elə bir ki, heç Azərbaycan dili yoxdur. Siz əgər rus dilində fikirləşmək istəyirsinizsə, siz Azərbaycan dilində fikirləşməyi qoymalısınız bir kənara. Yəni, fikrinizi tamamilə fokuslandırmalısınız rus dilinə. Aha, cümlə tərcümə edirsə Azərbaycan dilində rus dilinə, siz rus dilində analiz edirsiniz ki, aha, rus dilində falan qaydaya uyğun, mən falan halda falan şəkilçidən istifadə edirəm. Azərbaycan dili ilə yox ki, məsəl üçün, deyən, Azərbaycan dilində, məsələn də, kimi sualına cavab verir, bu təsirlik haldır. Deməli, rus dilində də gərək Azərbaycan dilindəki kimi, məsələn də, tutaq ki, təsirlik halda işlənsin. Rебята, это неправильная методика. Bu ilk öncə düzgün yöntəm deyil. Yəni, siz bu formada məşğul olsanız, mən sizə qarantiya verirəm ki, siz heç bir nəticə əldə eləməyəcəksiniz. Çünki, yəni, öz təcrübəmə əsaslanaraq bunu deyirəm. Mənim həqiqətən də elə tələbələrim olub. Çox bacarıqlı tələbələrim olub. Həqiqətən də çox yaxşı götürmə qabiliyyətləri olub. Amma sırf bax bu Azərbaycanla rus dilini postoyanla analiz etmə
problemi imkan verməyib ki, onlar bu dili öyrənsinlər və yarımçıq buraxıb, yəni dərsləri dayandırıblar. Поэтому, yəni rus dilini təzə başlayan tələbələrə məsləhətim odur ki, rебята, qətiyyən Azərbaycanla rus dilini analiz etməyin. Yəni Azərbaycanı ümumiyyətlə qoyun bir kənara. Rus dilinə fikrinizi fokuslandırın ki, aha, bax rus dilində, rus dilinin danışığında filan qayda uyğun mən filan halda işlətməliyəm, filan şəkildən istifadə etməliyəm. Və bu formada siz məşğul olsanız, bəli, siz nəticə əldə edəcəksiniz və bir müddətdən sonra görəcəksiniz ki, rus dilində fikirləşməyə başlayırsınız. Videonun sonuna gəldik, lakin bu son deyil, daha 3 punktumuz var. Əgər bu video 1000 bəyəni gəlsə, digər videonu da paylaşacağam. Sizdən istəyim sadəcə bu videonu bəyənməkdir, şərh yazmaqdır və kanala abunə deyilsə, kanala abunə olmaqdır ki, səhifəmin aktivliyi qalsın və bir çox insanın qarşısına çıxsın. Ümid edirəm ki, tez bir zamanda 1000 bəyəni yığacağam və növbəti videonu tez bir zamanda sizinlə paylaşacağam. Hər birinizə uğurlar, sağ olun.